Bəhçə rayon Mərkəzi Xəstəxanasında Beynəlxalq Əczaçılar Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə tibb müəssisəsinin direktoru Vüsal Məmmədov, İnzibati İşlər üzrə müavin Vasif İsmailov, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nərmin Abbasova və aptek bölməsinin əməkdaşları iştirak ediblər. Tədbir zamanı Vüsal Məmmədov çıxış edərək, bu günün qeyd olunma tarixi, əczaçılıq sahəsinin əhəmiyyəti, əczaçılıq xidmətlərinin optimallaşdırılması, qarşıda duran hədəflər və problemlər haqqında ətraflı məlumat verib. Tədbirin sonunda isə səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup tibb işçisi təltif olunub.